Çox adam deyir ki, köhnə maşınlar tank kimi idi. İndiki maşınlar dəmiri isə nazikdir. Amma sual budur. Əgər köhnə maşınlar bu qədər möhkəm idisə, niyə qəzada insanlar daha çox xəsarət alırdı? Bu videoda fizika qanunları, müasir mühəndislik və avtomobil texnologiyası ilə bunu tam izah edəcəyik. Köhnə avtomobillərin əsas ideyası sadə idi. Maşın möhkəm olmalıdır. O vaxt mühəndislər düşünürdü ki, maşın nə qədər sərt və qalın dəmir olsa, o qədər təhlükəsiz olar. Məsələn, 90-cı illərin avtomobillərində çox qalın polad istifadə olunurdu. Amma burada böyük bir problem var idi. Qəza zamanı əsas məsələ toqquşma enerjisidir. Bu fizika düsturuna görə maşın sürətlə hərəkət edəndə onda böyük kinetik enerji yaranır. Qəza zamanı isə bu enerji harayasa getməlidir. Köhnə maşınlarda isə problem belə idi. Enerjini maşın yox, insan bədəni udurdu. Müasir avtomobillər tam fərqli düşüncə ilə hazırlanır. Onların məqsədi maşını yox, insanı qorumaqdır. Ona görə də müasir avtomobillər qəza zamanı nəzarətli şəkildə əzilir. Buna deyilir crumple zone. Crumple zone nədir? Crumple zone maşının ön və arxa hissəsində yerləşən xüsusi deformasiya zonasıdır. Qəza zamanı bu hissələr planlı şəkildə əzilir və bükülür. Bunun nəticəsində isə toqquşma enerjisinin böyük hissəsi maşının özündə udulur. Sürücü və sərnişin isə daha az zərbə hiss edir. Müasir avtomobillərdə istifadə olunan başqa bir texnologiya isə Tailored Blanks adlanır. Bu texnologiyada maşının müxtəlif hissələrində fərqli qalınlıqda metal istifadə olunur. Məsələn, ön hissə daha elastik olur, amma kabin hissəsi çox sərt hazırlanır. Bu isə belə bir nəticə verir. Qəza zamanı ön hissə əzilir, amma sürücünün oturduğu kabin sağlam qalır. İndiki avtomobillərdə sadəcə adi polad istifadə olunmur. Məsələn, yüksək möhkəmlikli polad, bor poladı, alüminium, karbon materiallar. Bu material sayəsində maşın həm yüngül, həm də daha möhkəm olur. Bu isə həm təhlükəsizlik, həm də yanacaq sərfiyyatı üçün vacibdir. Əgər köhnə və yeni maşınların crash testlərini müqayisə etsək, görərik ki, köhnə maşınlar bəzən az əzilir, amma sürücünün olduğu kabin çox böyük zərbə alır. Müasir maşınlarda isə maşın daha çox əzilir, amma insan daha yaxşı qorunur. Yəni nəticə belədir. Köhnə maşınlar sərt idi, müasir maşınlar isə ağıllıdır. Bugünkü avtomobillər fizika qanunları və müasir mühəndislik sayəsində qəza zamanı insanı qorumaq üçün hazırlanır. Bəs siz necə düşünürsünüz? Köhnə maşınlar daha yaxşı idi, yoxsa müasir texnologiya? Fikrinizi şərhlərdə yazın. Bu cür avtomobil videoları üçün kanala abunə olmağı unutmayın.